Hər kəsə salam dostlar, sizinlə mən Rəhimli Məmnə xatun. Kanalıma və videoma xoş gəlmisiniz. Dostlar, bu gün mən sizinlə bir maraqlı söhbət haqqında danışmaq istəyərdim. Elə biraz pis səsləndi, amma elə deyək də öz haqqında danışmaq istəyərdim. Gördüyünüz kimi videonun adı Gəlin Danışaq 2-dir. Gəlin Danışaq elə bir rubrikadır ki, yəni siz özünüzə çay süzürsünüz, yanınızda birdən şirniyyat götürüb bu videoya baxırsınız. Ona görə dostlar, gəlin danışaq. Axırım, gec deməyim, sizinlə nə haqda danışmaq istəyərdim? Qrup dəyişimi haqqında. Bilməyənlər üçün mən bu il 9-cu sinifdə oxuyacağam və 4-cü qrupu seçirdim. Amma belə qərara gəldim ki, 4-cü qrupu istəmirəm. Yəni istəmirəm dedikdə seçmirəm o qrupu. İndi yox, amma birazdan deyəcəm hansı qrupu seçəcəm. Mən YouTube açandan bəri dərs oxuduğum videolarda çox hissəsi biologiyaya aid idi. Yəni mən sizə göstərim nətər biologiya oxuyuram, nətər biologiya hazırlığım keçdi. Yəni 1 il biologiya hazırlığı gedirdim. Daha doğrusu 8-ci sinifdə. Belə düşünəndə biraz özümdə şok oluram ki, Instagramda, YouTube'da mən əsasən yox, mən elə biologiyaya görə belə populyar oldum deyə bilərəm. Instagramda isə məndə biologiyaya aid video 500.000 baxış. Bu video keşfətə düşəndə inanmadım, çünki çox adi və standart video idi. Hətta biologiya müəllimləri o videonun öz storieslərinə belə qoyurdular. Ona görə mən rahat deyə bilərəm ki, biologiya məni populyar elədi. YouTube'da da elə bütün günü biologiya. Amma problem nədədir? Biologiya deyə mən niyə kimya demirəm, mən niyə fizika demirəm? Yaxşı, fizika o 100 bal verir, amma kimya o da biologiya kimi 150 bal verir. Niyə yalnız biologiya deyirdim də mən? Qrup dəyişimin səbəbi hətta kimya ilə fizika da ola bilər, çünki mən o fənləri o dərəcədə də yaxşı bilmirəm. 9-cu sinifdə isə mən buraxılışa çox önəm vermək istəyirəm. Onda mən nətər bu kimya ilə fizikanı oxuya biləcəm? Bu sualı da özümə verdim. Axırı, məncə bildiniz ki, mən biologiya ilə populyar oldum. Əgər siz mənim yeni izləyicilərimdənsinizsə, deyərdim ki, məsələn, bu videolara baxarsınız, çünki orada eləcə biologiya haqqında danışırdım. Yəni biologiya haqqında danışırdım deyəkdə, dərs oxuyanda biologiyanı oxuyurdum. Deməzdim ki, biologiya mənim üçün çox asan idi, amma çox maraqlı bir fən idi. Yəni mən bu dəqiqədə biologiyanı oxuyaram. Demirəm ki, mən biologiyaya nifrət edirəm. Xeyr, mən biologiyanı çox sevirəm. Qışdanmı, yoxsa yazdanmı? Yəni bu aralarda belə mən deyirdim, dəqiq mən 4-cü qrupu istəyirəm. İndi gəlin danışaq, niyə mən 4-cü qrupu seçmişdim? Onu deyim ki, mən 4-cü qrupu 6-cı, 7-ci sinifdə seçmişdim və tam qərar verdim ki, mən 4-cü qrupa gedirəm. Bəs bu nətər yarandı da məndə heç özüm belə anlamaq istəyirdim. Mən niyə bunu seçdim də? Mən bu yolu niyə seçdim? Mənə elə gəlir ki, ən böyük səbəb o mənim bacım da ola bilər. Yəni bir tərəfdən də anam da ola bilər. Anam 4-cü qrupdur, bacım isə 11-ci sinifdir və 4-cü qrupa hazırlaşır. Evdə o qədər biologiya kitabları var ki, mən artıq deyirəm, biologiya nə maraqlı bir şeydir də. Hətta belə bir hadisə olub ki, mənim bacım 7-ci sinifdə oxuyurdu, mən 5-ci sinifdə oxuyurdum. Bacım 7-ci sinif bu kitabça yeni yox, belə köhnə, məsələn, bura qoya bilərəm. Bacım deyirdi ki, anama mən suallar ver. Anam isə işi olduğu üçün, yəni dedi ki, get bacın sənə sual cavab eləsin. Bacın səndən 2 yaş balacadır. 5-ci sinifdə oxuyuram və biologiya nə olduğunu hələ ki anlamıram da o qədər də. Bacım mən kitabı verdi, dedi ki, mən sual cavab elə. Hətta mən elə suallar verdim ki, sabahsı gün bacımın müəlliməsi demək olar ki, eyni suallar verdi. Oha. Mən kitabı görəndə, oxuyanda dedim ki, Banu, mən biologiyanı sevəcəm. Mən biologiyanı oxuyacağam. Bu sözlər dedim, sözüm üstündə də durdum. Belə deyirəm, biologiya nədir bilmirdim. Sadəcə bizə 5-ci sinifdə təbiət idi, elə 6-cı sinifdə də təbiət idi. Onlarda mən yaxşı oxuyan biri olmuşam. Artıq 7-ci sinifdə biologiya kitabı gəldi bizə və yenə yəni dağıdırdım, mən sökürdüm. Axır biologiyanı çox yaxşı oxuyurdum. Bizim evdə o qədər biologiya kitabları var idi ki, bu bütün biologiya kitabları da bacımın idi. Mən bacımdan götürüb oxuyurdum. Hələ anamın da biologiya kitabı var idi. Biologiya kitabxanası idi da. Bu evdə sən nətər deyərsən ki, mən 4-cü qrupu istəmirəm. Dedim ki, yəni mən 4-cü qrupa gedirəm və nöqtə. Bu qədər. Və yenə də deyirəm, mən biologiyanı oxuyurdum, amma kimya, fizika nədir mən hələ bilmirdim.
çatdırmamaq söhbəti də var. Mən bunu bacaracağamı? Mən bunu çatdıra biləcəmmi? Mən özüm bunu istəyirəmmi? Yəni bu sualları öz-özümə verirdim ki, həqiqətən sən 4-cü qrup istəyirsən. İndi gəlin sizə deyim mən hansı qrupa hazırlaşıram indidən. 2-ci qrupa. Mən hazırlaşıram 2-ci qrupa. Tadam! Biologiya, fizika, kimyadan mən qaçdım tarixdən coğrafiyaya. Mən niyə 2-ci qrupu seçdim? Mən buna nətər bacardım da. Onu demək istəyirəm ki, mənim anam da məni daha çox 2-ci qrupda görürdü. Bizdə məsələn belə çox tez-tez söhbətlər olurdu ki, 2-ci qrup bəlkə istəyirsən, bəlkə qrupunu dəyişərsən, bəlkə 2-ci qrup, 2-ci, 2. Yəni bu 2 məni artıq bezdirdi. Bizdə arada söhbətlər olurdu ki, bəlkə 2-ci qrupa gedəsən. Mən də həmişə deyirəm ki, yox. Çünki mən tarix oxuyuram. Mən tarix oxuyan biri deyiləm. Özümə deyirdim. Məncə indi də oxumuram. Amma belə idi də. Tarix oxumağı məndə nətər idi? 5-ci sinifdə su kimi. Yəni mən tarixi su kimi bilirdim. 6-cı sinifdə də eyni. Yəni 6-cı sinifdə də qəşəng oxuyurdum. 7-ci sinifdə belə oxuyurdum, amma ən nifrət elədim fən idi. O da zorla oxuyurdum. 8-ci sinifdə isə artıq məcbur oxuyurdum. İstəmirdim, amma oxuyurdum. Maraqlı idi? Yox. Tarixə marağımı balaca olanda göstərmişəm. Coğrafiya isə mən coğrafiyanı sevən biri olmuşam. Məncə bu da çox müəllimə görədir. Çox mükəmməl müəllimdir. Dərsi elə başa salır ki, yəni çox gözəl müəllimdir də. 6-cı sinifdə mən coğrafiyanı yenə bombastik, fantastik çox gözəl oxuyurdum 6-da. 7-də mənim 7-ci sinifim o qədər bərbad sinif idi ki, məndə. Elə bir heç nə normal oxumurdum. 7-də belə 50-də 50. 8-ci sinifdə isə coğrafiyanı sevə-sevə oxumuşam. İndi gəlin sizə daha maraqlı bir şey deyim. Mənim 4-5 yaşım olanda müharibələrə elə maraqla baxırdım ki, belə deyim də mən atamla mənə elə gəlir ki, müharibəyə aid nə qədər film varsa o qədərini də izləmişik. Biraz abartdım, amma yəni mən televizorda müharibəyə aid bir film görsəm ona baxırdım. Ona çox maraqla izləyirdim. Uşaqlıqdan bəri mən tarixə maraq göstərmişəm. Tarix belə yaxşı. Məsələn mən çox nələr sevirdim bu planetlərə aid. Uşaqlıqda planetlərə elə maraq göstərirdi. Planetlərə aid nə videolar varsa hamısına baxırdım da bacımla. Ya da bu ölkələrə aid, ölkə, paytaxt. Yəni mən bu hamısına elə maraq göstərirdim uşaqlıqda. Buna aid nə qədər videolara baxırdım. Mənə elə gəlir ki, hətta cizgi filmdən çox mən belə bir şeylərə baxırdım. Mənə elə gəlir ki, istəsəm oxuyaram. Çünki mən 5-ci, 6-cı sinifdə oxuyurdum, amma 7-ci, 8-ci sinifdə mən artıq bunları buraxmışdım. Daha doğrusu tarixi buraxmışdım. Coğrafiyanı yenə də oxuyuram, amma tarixi dediyim kimi indi o qədər maraq göstərmirəm. Heç demədim 2-ci qrupda kim olmaq istərdim, yəni peşə olaraq. Mənə əsasən deyirlər ki, sən get marketinqdə işlə. Düzü desəm, həqiqətən çox maraqlı bir peşədir. Yəni marketinq, menecment, hətta maliyyəni də düşünürəm. Məncə çox maraqlı peşələr var. Amma əgər siz elə düşünürsünüz ki, mən yəni aləmin, cəmaatın deməklə mən 2-ci qrupa keçdim, xeyr. Mən fikrimcə yox. Yəni doğrudan da elədir. Valideynlər isə heç vaxt pisliyini istəməzlər. İstəyirlər ki, sizdə yalnız ən yaxşısı olsun. Və mənim anam da elə istəyib. Mənə deyir ki, yəni istəyirsən nə olaya, istəyirsən ol həkim. Amma sən 2-ci qrupda olmaq üçün doğulubsan bu dünyaya. Bunu başa düşdü. Valideynlərim mənə yol göstərdi. Dedi ki, 2-ci qrup. Yəni sən həqiqətən istəyirsənsə 4-cü qrupa, əgər bilirsən ki, bunu bacaracaqsan, get 4-cü qrupa. Amma əgər sən bunu kiməsə görə eləyirsənsə, yəni bu öz istəyin deyilsə və s. onda niyə 4-cü qrupa gedəsən? Mənim anam da məni 2-ci qrupda görürdü deyə, yəni mənə məsləhət verdi ki, gedirsənsə 2-ci qrupa get. Biraz o haqqda danışdıq, biraz məsləhətləşdik və axırda son qərar dedim ki, hə, mən istəyirəm 2-ci qrupa. Bu qədər. Nə qədər bu haqqda söhbətlər olub, hamısına yox demişəm. İndi isə artıq nə qədər də olsa böyümüşəm məncə və bu hər şeyi başa düşməyə çalışdım da. 2-ci qrup nətərdir, nə qədər araşdırdım o haqqda və tam dedim ki, hə, mən istəyirəm 2-ci qrupa. Anama da çox sağ ol demək istəyirəm ki, məni bu yolu göstərdi və nəhayət məni dedizdirdi 2-ci qrupa getmək. Yenə deyirəm, valideynlərin istəyi ilə özümün istəyi olmadan xeyr. Mən özüm də buna istəmişəm və özüm də buna razılıq vermişəm. Həm də 9-cu sinifəm. İstəyirəm ki, 9-cu sinifdə artıq tam qərar verim ki, mən kim olmaq istəyirəm. Məncə də mən artıq öz yolumu seçdim ki, mən 2-ci qrupda olmaq istəyirəm. Bu arada demədim,
Universitet olaraq da mənim ən böyük arzum UNIQ olub. Həqiqətən UNIQ çox gözəl bir universitetdir və mən ona hazırlaşmaq istəyirəm. Məsələn, ikinci qrupda da riyaziyyat var, puluq fənnində. Əlimdən gələni eləyəcəm və bu riyaziyyatı söküb dağıdacağam. Bunu mən deyirəm. Hazırlıqdan gedirəm bu il 9-cu sinifdə Azərbaycan dili, riyaziyyat, ingilis dili, buraxılış fənləri və blok fənnindən birisi coğrafiya. Ən böyük arzum odur ki, mən bu riyaziyyatı başa düşüm. Daha sonra nə olursa olsun, bir dənə riyaziyyatı başa düşüm də mən. Dediyim kimi də coğrafiya müəllimi çox sevirəm. Düşünmədən dedim ki, gedirəm coğrafiyaya. İstədiyimi hər şey danışdım. Ümid edirəm heç bir şey buraxmadım. Amma əgər yenə sizin hansısa suallarınız qalıbsa, mütləq yorumlarda yazın. Bu arada dostlar, elə onu da demək istəyərdim. Sual-cavab videosu haqqında. Sual-cavab videosu çoxdan çıxmır. Çünki orada buna bənzər suallar var. 4-cü qrupa aid, həkimliyə aid, biologiya, kimya, fizikaya, ixtisasa, yəni hansı bir şey istəyirsən falan. Bu suallara görə mən sual-cavab videosunu çəkəmirəm. Məndə alınmır bu. Mən bilmirəm, yalanmı danışım, yalan da danışmaq istəmirəm mən. Ona görə biraz problemlər olur bu sual-cavab videosundan. İstəyirəm ki, siz bu videonun altında da yalnız ikinci qrupa yox, elə sadəcə maraqlı suallar yazarsınız ki, nəhayət sual-cavab 2 videosu çıxa bilsin. Dostlar, videoda belə sona çatdı. Ümid edirəm hər biriniz videonu bəyəndiniz. Bəyəndinizsə like atıb, yorum yazıb və abunə olmağı unutmayın. Sizinlə mən Rəhimli Məmnə xanım. Sağ olun, görüşənədək.